Hər bir dövlət məmuru prezident başda olmaq şərtilə xalqın xidmətçisidir. Bu təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir və heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Böyük vəzifə, böyük imtiyaz deyil. Azərbaycanda pul qanundan yüksəkdir, cənab prezident. Danışırsan, öz dediyi Allaha and olsun, geri gəlsə yanında olsam inanmazsan. Çünki Azərbaycanda hər şeyi pul həll eləyir. Əgər sənin pulun yoxdursa, sən bu Azərbaycanda heç kimsən. Azərbaycanlıların evini yıxmısınız, özdə elə pis gündə yıxmısınız ki, Azərbaycanlının şikayət eləmək hüququnu tam əlindən almışsınız. Heç kim şikayət edə bilmir, heç kim bir dənə məmur birini qəbul eləmir. Qəbul eləyəndə də ən yaxşı anda bunları hamısını it kimi qapırlar, qutardı getdi. Çünki Azərbaycan məmurlarında əgər içərilərində şöhrət alanı varsa, demək o ən şərəfsiz adamdır. Amma məmurların çoxusu da şöhrət ordeni alır. Çünki haradasa 10-15 min dollardır eşitdiyimə görə şöhrət ordeni almaq, belə gözdən maskirovka eləmək üçündür ki, bunlar Azərbaycanda bu cür edir. Məsələn, bizim bir dənə Qaysı atamız var, neçə dəfə paylaşım eləmişik. Həmin Qaysı atamızın neçə illərdir bu məhkəmələrdə sürünür. Loğman Zülfüqarlı kimi şöhrət ordeni alan şərəfsizlər bunların axırına çıxıb bütün fəhlələri qul kimi işlədir. Bunlar da ağızlarını açanın hamısını verir məhkəməyə. Məməkəmələr də ki, pul alır, bu cəmaatın hamısını buna güya ki, buna təqsirkardar. Bunlara deyən lazımdır, ay köpək uşaqları, ay şərəfsizlər, ay qeyrətlər. Axı bunun oğlu gedib Azərbaycanın azadlığı uğrunda müharibədə vuruşanda sizin oğlanlarınız gedib burada sıçan kimi qaçıb gizlənirdi axı. Heç olmazsa heç kimə görə yox, onun oğluna görə hörmət eləyin ki, həmin bu çörəyi həmin o Qaysı ailəsinə aparacaq. Qaysı ailəsinə 80 manat pul verilir. 80 manatla bu insanlar necə dolansın? Heç olmazsa ata işləməlidir ki, Qaysı oğlunu o tür şeydən sonra, streslərdən sonra saxlamalıdır. Azərbaycanda vəziyyət bu gündədir. Azərbaycan onu demək istəyir ki, qələt eləyin, heç kim məmurlarımdan şikayət eləməyin. Prezident deyir ki, məmurlarımı qaralayırsınız. Mən yenə də buradan prezidentə deyirəm ki, cənab prezident, sən bu yolla düzgün yol seçməmişsən, sən insanları özündən iryəndirirsən. Axı Azərbaycanda konstitusiya var, Azərbaycanda qanunlar var. Amma nə yazıq ki, konstitusiyanı həmişə öz xeyri üzrə dəyişdirmişsiniz. Bir dəfə görməmişəm ki, konstitusiyanı insanların xeyrinə dəyişəsiniz. Qanunlarda boşluğu yaratmışsınız. Kim pul verirsə, həmin qanunun həmin bir tərəfini eləyirsiniz. Özümdə nəsə belə bir xaos gedir ki, elə bir Azərbaycanda vəziyyətdir ki, mən baxıram da, yalnız imkanı olanlar çöldə yaşaya bilir. Yalnız imkanı olanlar iş görə bilir. Məsələn, bir ucdan deyirlər ki, Azərbaycan gözəlləşir, neynir? Nəyə gözəlləşir Azərbaycanın? Azərbaycanın o boydana binalar tikilir, neynir, nə qayırır? O binalar kasıblar üçündür. Yox, heç dövlətlər üçündür. O binalar hamısı pul yumaq üçündür. O vaxt gələcək ki, həmin binalara bizim balalarımız köçəcək. O 100%'dir. Çünki sizin hamısı bu ölkədən bir dəfəlik yollayacaqlar ki, çıxın gedin, əbəsdirin bu insanların qanını az üçün. Siz deyirəm Zelenskiyə klon deyirsiniz, düz deyir, amma əsl klonluğu siz eləyirsiniz. Çünki Zelenski əsir kişidir. Zelenski kişi kimi Trumpla dirəndi, axıracan da dirənir. Sən gəl Ukraynadakı yaşayışı görgünlər. Başımızın üstündən raketlər uçsa da, amma burada kişi kimi yaşayırlar. Burada heç kimin yanında bir dənə şikayət eləgindən gəlsinlər, aləmi qatsınlar bir-birinə. Mən xarici ölkə vətəndaşıyam. Mən özüm gedib şikayət eləyən kimi həmin dəqiqə şikayətlərə baxıram. Siz neyinirsiniz? Siz bu insanların şikayət vermə hüququnu almışsınız əlinizdən. Mən yenə də deyirəm ki, bu Qazi atasının bu məhkəmələr ki var, o Əhmədovdur, nə bilim nədir, axırıncısı var idi, Xəzərdən gələn Bəkir, nə bilim nə yoxdur. Hoşumda çoxdur. Bunların hamısına mən buradan demək istəyirəm ki, sizin heç birinizdə qeyriyyət namusu yoxdur. Sizin qeyriyyətiniz namussuz olsaydı, siz özünüzü, şərəfinizi, ləyaqətinizi o pula satmazdınız. Siz Loğman Zülfüqarlı kasıb olsaydı, Loğman Zülfüqarlı
qərarının xeyrinə qərar çıxardarsınız. Yox, o qərarı çıxartmazsınız. Çünki siz oradan pul alırsınız, siz oradan öz şərəfinizi, ləyaqətinizi satırsınız. Mən buradan da qardaşımıza demək istəyirəm ki, Mehman qardaş, keçdiniz, siz bu işi Azərbaycanda mənə elə gəlir ki, hamısı pisdir. Yəni ki 90%, 95% pis də olmuş olsa, içərilərində 5% də olsa qeyriyyətlisi çıxacaq. Mənim ən böyük arzum odur ki, Azərbaycanda qeyriyyəti olan məmurun yanına gedib o sizin şikayətinizi dinləsin, sizə köməklik eləsin. Mənim sizə ən böyük arzum budur. Heyf Azərbaycandan, Azərbaycanı pis yerə qoyan siz hakimiyyət oldu. İlham Əliyev, həqiqətən sizə ayıb olsun. Həqiqətən.